və məktəblərin o baş qaldırıldığı bir dövrdə damıtılmış şərab da latınca tibb mətnlərində möcüzəvi bir dərman aquavita, həyat suyu olaraq alqışlanırdı və bu möhtəşəm yeni dərman içilə bildiyi kimi bədənin xəstə yerlərinə həmçində sürülə bilirdi. Aquavitacılar onun gəncliyi qoruduğuna, bəlləyi inkişaf etdirdiyinə və beyin, sinir, ekləm xəstəliklərini sağaltdıqlarına, ürəyi canlandırdığına, diş ağrısının dindirməyinə, korluğu və hətta danışma pozğunluğunun və hətta iflici sağaltdığına, hətta vəbadan qorunduğuna inanırdılar. Deməli, qısaca hər dərdə dərman olaraq görürdülər. Bu Charles dediyimiz, kötü Charles həkimləri də bu səbəblə aquavita'da qərar qılmışdılar. Şam işığında işləyən həkimlər o zaman bilirsiniz, deməli nə edirlər? Aquavita'ya batırılmış çarşafı sarıb sarmalamışlar krala. Deməli, kralı aquavita'ya batırılmış çarşafa sarıb sarmalayırlar və bu sehirli mayenin iflici sağaldacağına inanırdılar. Gəl gör ki, bir tərslik olur. Nə olur? Bu çarşaflar diqqətsiz bir xidmətçinin əlindəki o yanan şamla alışır və bir anda kral alovlar içində qalır. Amma bir məsələ də var ki, xalqsa bunu ilahi ədalət olaraq adlandırır. Niyə? Çünki ən son qərarı kralın vergini anormal miqdarda artırmaq olmuşdur.